Ay maşallah olsun. Hörmətli izləyicilərimiz, sizlərə çox gözəl bağı bağçası olan şəxsi tikili 2 mərtəbəli həyət evimizi təqdim edirəm və bunu da qeyd edim ki, kupçalı, çıxarışlı, torpağın da evin də kupçası olan belə bir gözəl həyət evimiz satışdadır. 3 sotdadır. Ümumilikdə həyət evimiz deməli birinci mərtəbəsi qaraj, köməkçi otaqlar, təmirsiz otaqları və əsas təmirli hissəsi ikinci mərtəbədə ki 4 otaqdan ibarətdir. Yəni ümumilikdə bu evi 6-7 otağa yararlı ev kimi də istifadə etmək olar. Hal-hazırda 4 otağı təmirlidir və super təmirlidir. Belə bir həyətyanı sahəsi vardır ki, çox gözəl planlı şəkildə inşa olunmuş bir həyət evidir ki, həyətin sağ hissəsində, sol hissəsində ağac gül əkmək üçün hissə ayrılıb, eyni zamanda talvar yığılıb ki, yay aylarında çox gözəl bir görünüşü olur. Yerləşmə ünvanı hardadır? Ən əsas məsələlərdən biri həyət evləri üçün ən ideal ərazilərdən biri olan Masazır Yeni Bakı yaşayış kompleksinin tam yaxınlığı, qazı, suyu, işığı, kanalizasiyası olan və ən əsası Kupçalı küçəsi enli, çox ideal bir ərazidir. Yəni ərazini tanıyanlar bilir. Bura qaraj hissəsidir və burada da əlavə olaraq köməkçi otaqları var. Qaranlıq olduğu üçün sizlərə təqdim edə bilmirəm. İnşallah ki, gələrsiniz, yerində baxarsınız. Həyətyanı sahəsi baxın belə bir gözəlliyə malikdir. Doğrudan da çox yaxşı bir evdir. Evin necə ki, çöl hissəsi gözəldir, daxili hissəsi çölündən də gözəldir. Bu həyət evinin biz yay aylarında olmuşuq bu həyət evində. Yəni tanıdığımız adamın evidir. Çox keyfiyyətlə inşa olunub. Yay vaxtı həyət tam başqa bir gözəllikdə olur. Yəni təsəvvür etsəz, burada üzüm tənəkləri, talvar yığılıb, həyətdə cürəbəcür bar verən dekorativ ağacları var. Yay vaxtı həqiqətən də çox gözəl bir görünüşü olur. Bura balkon hissəsidir. Baxın, belə bir gözəl geniş balkon hissəsi var. Və keçək evimizin daxili hissəsi ilə sizləri tanış edeyim. Deməli, dəyərli izləyicilərimiz, baxın. Əsas təmirli hissəyə qalxdıq. İkinci mərtəbəyə döşəməsi parketdir. Təmiri bina evlərinin təmirini xatırladır bizlərə. Çox gözəl, çox səliqəli bir təmiri var. Mətbəxi də gördüyünüz kimi yetərincə genişdir. Əşyasız halda satılır. Əşyalı da qiyməti danışmaq mümkündür. Adicə baxın, pəncərə kənarları hamısı mərmərdir. İstilik sistemi kombidir. Və belə bir gözəl geniş mətbəx sahəsinə malikdir. Və keçək qonaq otağını sizlərə göstərim. Və qonaq otağımız, baxın, görün necə gözəl bir həyət evidir. Həm çölü, həm daxili gözəldir. Qiyməti 149 min manatdır. Sənədimiz kupçadır. Çox geniş, çox əla təmirli, gir yaşa vəziyyətində olan bir evdir. Yəni bugünkü gündə heç bir xərc çəkmədən tam rahat şəkildə köçüb yaşaya biləcəyiniz bir mülkdür. Bu hissədə kiçik yataq otağı. Burada yataq otaqlarından ikincisi və burada isə yataq otaqlarından üçüncüsü. Tam qoşa daşla inşa olunub, yüksək keyfiyyətə malikdir. Bu hissədə evimizin sanitar qovşaqlarıdır ki, ayrı-ayrılıqda tam təchizat. Deməli, təqdim etdiyim həyət evi 149 min manata təklif olunur, zəng vurub maraqlana bilərsiniz.